Salam əziz izləyicilər, ovçular, balıqçılar, hər birinizi salamlayıram. Kanalımızın abunəçilərini də salamlayıram, abunə olmayanları da salamlayıram və dəvət edirəm ki, abunə olasınız. Mən Cavid Cavadov, keçən dəfə İmişlidə ov zamanı o çəkilişdə də qeyd etmişdim ki, növbəti videoda lisenziyaların alınması haqqında danışacağıq. Çox qısa bir video istəyirəm paylaşım sizlərlə. Düzdür, əslində biraz gecdir, ov mövsümü təzə açılanda bu videonu paylaşmaq lazım idi. Sadəcə üzürlü sayasız biraz baş qarışıq idi. Bunu hazırlaya bilmədim. İndiyə qismət imiş. Amma inşallah ki, ov mövsümünü artırarlar və fevral ayına qədər subataqlı quşlarının ovunu etmək bizə nəsib olar. Ona görə də lisenziyanın alınma qaydası hələ lazım olacaq. Çox vaxt vətəndaşlarımız nədə əziyyət çəkirlər? Yaxınlaşırlar regional idarələrə lisenziyaya müraciət etmək üçün. Əllərində sənədləri, amma orada bildirirlər ki, bunun kopyasını çıxartmaq lazımdır. Onlar çıxırlar oradan, gedirlər başqa yerə, təzədən sənədləri gətirirlər idarəyə. İdarə bu dəfə də deyir ki, bəs gedin Kapital Bankda ödəniş edin, ödəniş çekini gətirin. Yenə gedirlər hardasa Kapital Bankın aparatını tapırlar, orada ödəniş edirlər, yerindən qayıdırlar idarəyə. Yəni bu get-gəl biraz problem yaradır. Ona görə ən məsləhətlisi öncədən bütün sənədlərinizi tamamlayın və ondan sonra yaxınlaşın idarəyə, təqdim edin, ərizənizi yazın, iltisamnaməni yazın və artıq get-gələ düşməyin də, belə deyək. Sənədlər hansı qaydada çıxarılmalıdır? Yəni, Ekologiya Təbii Sərvətlər Nazirliyinin regional idarələri tələb edir ki, sənədlər bu qaydada çıxarılsın. Ardıcıllıq önəmli deyil. Amma əsas olan odur ki, ovçu biletiniz, silahınızın Daxili İşlər Nazirliyi tərəfindən verilən şəhadətnaməsi, üzlük bileti, kimlərdə ki, XDMX-nın və ya PTX-nın ovçu biletidir, onlarda üzlük bileti də olur. O üzlük bileti də mütləq kopyası çıxmalıdır. Yox, əgər Ekologiya Təbii Sərvətlər Nazirliyinin biletidirsə sizdə, o zaman orada üzlük bileti olmur, yalnız ovçu biletinin özü olur. Ovçu biletini çıxarın, silahın sənədini çıxarın, şəxsiyyət vəsiqəsinin həm ön hissəsi, həm arxa hissəsi. Mən biraz yaxına gətirin. Şəxsiyyət vəsiqəsinin ön hissəsi və arxa hissəsi. Çıxarırsınız bir A4-ün üzərində. Yəni, ayrı-ayrı 4-5 dənə yox, bir A4-ün üzərində bunların hamısının kopyasını çıxardırsınız. Ondan sonra adətən bu 11 sayılı idarəyə aiddir. 11 sayılı idarə bilirsiniz ki, Bakıda yerləşir və yalnız Bakı qeydiyyatı olan vətəndaşlara lisenziya verir. Təzə şəxsiyyət vəsiqəsi olan vətəndaşlar, hansı ki məndə də təzədir, orada qeydiyyat ünvanı yazılmır. Ona görə regional idarə mütləq tələb edir ki, Qovazdan yaşadığın ünvan haqqında, qeydiyyatda olduğun ünvan haqqında o səhifəni çıxardasınız. Bunu da qabaqcadan Qovazdan bu qaydada, bilmirəm necə düşür, bu qaydada çıxarın, hazır saxlayın. Yəni, sonda nə oldu? Ovçu bileti, üzlük bileti, silahın sənədi, şəxsiyyət vəsiqəsi və yaşadığınız, qeydiyyatda olduğunuz ünvan haqqında məlumat olan. Bunları hazır çıxarırsınız və yaxınlaşırsınız Kapital Banka. Kapital Banka yaxınlaşırsınız, getmədən öncə, idarəyə getməmişdən öncə, idarə ilə əlaqə saxlaya bilərsiniz. Ya WhatsApp üzərindən sizə rekvizitləri göndərə bilərlər, yəni bank rekvizitlərini. Hər bir regional idarənin böyünü, hesab nömrəsi fərqlidir. Ona görə öncədən rekvizitləri alın. Bu sənədləri hazır edəndə birbaşlı Kapital Banka da yaxınlaşırsınız. Həmin rekvizitlər üzrə ödənişi köçürürsünüz. Subataqlı quşlarının lisenziyasının dövlət rüsumu 3 manat 90 qəpikdir, 3 manat 85 qəpikdir, 4 manat da deyək, 1 manat da bank tutur, 5 manat köçürdürsünüz. Bəs edir. Həmin o 5 manatlıq çeki, yəni qəbzi qoyursunuz bu sənədlərlə eyni fayla və yaxınlaşırsınız idarəyə. İdarə sizə təqdim edəcək ərizə, montajda ərizəni yerləşdirdim sizin üçün, görürsünüz hal-hazırda ərizədə olan punktları. Ərizədə nədir? Ad, soyad, ata adı, fəaliyyət növü. Fəaliyyət növündə yazırsınız ovçuluq, ovun vaxtı. Nə vaxt gedəcəksiniz ova? Hansı tarixdə? O tarixi qeyd edirsiniz. Ovlanma yeri hara gedəcəksiniz? Yəni, bu Sarısudur, Mahmudçaladır və ya digər yerlərdir. Həmin yeri, məkanı, rayonun adını yazırsınız və ya gölün təsərrüfatının adını yazırsınız. Ov obyektinin növü.
O obyektinin növündə yazırsınız ördək və qaşqaldaq. Şəxsiyyət vəsiqəsinə dair məlumatlarda seriya və şəxsi vəsiqənin nömrəsi. Seriyanı yazdınız və şəxsiyyət vəsiqəsinin nömrəsini yazdınız. Nə vaxt kim tərəfindən verilib? Artıq bütün şəxsi vəsiqələri demək olar ki, Asan Xidmət tərəfindən verilir. Yazırsınız Asan. Ünvan, siz öz ünvanınızı yazırsınız. Qeydiyyatda olduğunuz ünvanı yazırsınız və telefon nömrənizi yazırsınız. Aşağıda isə imza və ərizəni yazdığınız tarix, yəni regional idarəyə hansı tarixdə yaxınlaşmışsınızsa onu. Növbəti isə gəlir iltizamnamə. Çünki yuxarıda sadəcə ad, soyad, ata adı yazırsınız. Aşağıda imza və soyadınız və yazdığınız tarix. Bunları qeyd edirsiniz və qəbzi də bunun üstünə qoyursunuz. Təqdim edirsiniz regional idarəyə. Əfsus ki, hal-hazırda regional idarələr sənədləri təqdim etdiyiniz gün lisenziyanı sizə vermir. Məsələn, birinci gün və ya ikinci gün müraciət etmişsinizsə, 3 və ya 4-cü gün artıq lisenziyanızı yaxınlaşıb götürə bilərsiniz. İnşallah ümid edək ki, növbəti illərdə bu problemlər də aradan qalxacaq. Bilirəm, indi izləyənlər hamınız düşünürsünüz ki, 21-ci əsrdə yaşayırıq, hər şey onlayn olmalıdır və s. və axır. Nəyə görə bu lisenziya üçün biz bu qədər kağız toplayırıq və s. Əfsus ki, biraz bu şeylərdə sizlə razıyam, biraz çətinliyimiz var. Ən azından Azərbaycan Ekoloji Təbii Sərvətlər Nazirliyinin regional idarələrində sistemə giriş olmalıdır. Məsələn, biz bunların hamısını özümüz kopya çıxartmalı və ya qeydiyyatda olduğumuz ünvanı təsdiqləmək üçün qovazdan çıxarış gətirməli deyilik. Yalnız şəxsiyyət vəsiqəsini təqdim etməliyik, sistemə vurulmalıdır. Bəli, hər şey normadadır. Yəni, bu adamın adına ovçu bileti var, bu adamın adına silahın sənədi var, hər bir şey qaydasındadır. Ünvanı da o sistemdə çıxmalıdır. Yəni, mərkəzləşdirilmiş sistem var da, Asan Xidmətin sistemi var ki, orada hər bir şey görünür. Həmin sistemə Ekoloji Təbii Sərvətlər Nazirliyinin özünün girişi olmalıdır. O olmadığından biz məcburuq bu sənədlərin kopyasını özümüz çıxardaq, aparaq. İndi nə edək? Hələ ki, belə lisenziya ala bilirik. Buna da min şükür deyək. Amma inkişafı da tələb etmək lazımdır əlbəttə ki. Yəni, bu onlayn qaydada olmalıdır və ya ən azından onlayn qaydada etmək böyle çox çətin bir prosesdirsə, əslində də böyük çətin deyil, amma yenə də mümkünsüz bir şeydirsə bugünkü gün üçün, ən azından sənədləri təqdim etdik, həmin günü lisenziya verilsə, düşünürəm ki, ovçular üçün daha rahat, daha yaxşı olar. Ümid edək ki, yaxın zamanda o da düzələr inşallah. Mən həmçinin bu 11 sayılı idarənin, çünki navigatorda, Waze proqramlarında yazanda çıxmır, həmin 11 sayılı harada yerləşir. Ona görə mən özüm 11 sayılıya gedəndə bir yoldan kadr çəkdim. Buyurun, izləyə bilərsiniz və bu kadrdan biləcəksiniz ki, 11 sayılı idarə hansı tərəfdə yerləşir. Ən azından Bakıda qalanlar bunu biləcək. Deməli, yoldaşlar, bura Elit Ticarət Mərkəzidir. Bura Elit Ticarət Mərkəzidir. Elit Ticarət Mərkəzi. Buradan düz keçirik. Görürsünüz, böyük stolba var orada. Bu aradan Adas Plaza. Buradan dönürük sağa. Bu da Azər İşığın binası da var. Yarım stansiyada səhv etməmişəm. Maşını park etdik. Həmin bayaq yoldan gördüyümüz stolba buradadır. Biz buradan gəldik. Maşını park etdik. Burada isə görürsünüz belə bir qapıdır. Üstündə yazılıb 11 sayılı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi. Daxil oluruq bura. İçəri daxil olandan sonra bura idarə gördüyünüz kimi. Burada sağda giriş var idarənin özünə. 11 sayılı Regional Ekoloji Təbii Sərvətlər
İdarəsi. Daxil oluruq içəri. Sola dönürük. 1, 2, 3-cü qapı. Biz bura daxil olacağıq və sənədlərimizi təqdim edəcəyik lisenziya üçün. Baxdınız yoldaşlar, bilmirəm nə dərəcədə qənaətbəxşdir. Ən azından çəkdim idarə hardadır, qapısı hansıdır, hara yaxınlaşırsınız. Ən azından onu paylaşdım sizinlə. Mən müraciət etdim bu həftə sonu üçün. Artıq lisenziyamı da almışam. Mənim lisenziyamdır. Gedəcəm inşallah Sarısuya, yenə də Ördək Qaşqaldaq ovuna. Hamınızın ovu uğurlu olsun. Əsas məsələ xətə bəlasız olsun. Ov təbiətdir. Bir gün ola da bilər, olmaya da bilər. Ən əsas məsələ təbiətdə istirahətdir və xətə bəlasız ovun keçməsidir ən önəmlisi. Hamınıza uğurlar. Hələlik ovlarda görüşərik. Sağ olun.